Berlinerləri mütləq bu reseptlə hazırlayın. Qaba 1 stəkan ilıq süd, 1 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı maya əlavə edib mayanın aktivləşməyini gözləyirəm. Aktivləşən mayanı qarışdırıb üzərinə 1 yumurta, 1 çay qaşığı duz və 3 stəkan un əlavə edib xəmir yoğururam. 3 xörək qaşığı kərə yağını bir-bir əlavə edib yoğurmağa davam edirəm. Az gəldiyinə görə 1 stəkan da əlavə edirəm. Və xəmiri 10 dəqiqə gözlətdikdən sonra yenidən yoğururam. Gözlətdiyim xəmiri 8 bərabər hissəyə bölürəm. Hər bir hissəni yenidən yoğurub kündələr hazırlayıram. Mütləq yoğurmalıyıq, əks halda mayanın qoxusu gələcək. Hazırladığım kündələri əvvəlcədən kəsdiyim yağlı kağızın üzərinə qoyuram və 1 saat mayalanmağa göndərirəm. Berlinerləri bişirmək üçün qazana bir qədər duru yağ əlavə edib orta odda qızmağa qoyuram. Yağın isinib isinmədiyini bilmək üçün çubuq vasitəsilə yoxlayıram və sonra videoda gördüyünüz qaydada berlinerləri bişməyə göndərirəm. Tələsmədən vamodda hər birini bişirib kənara qoyuram və sonda hər birini hər tərəfdən şəkər pudrasına bulayıram. Berlinerlərin ortasını deşdikdən sonra istədiyiniz içilikdən istifadə edə bilərsiniz. Mən şokolad yağından istifadə etdim. Yağda bişməyinə baxmayaraq qətiyyən yağı özünə çəkmir. Çox ləzzətli, yumşaq berlinerlər alınır. Hazırlayan hər kəsə nuş olsun. Mənə abunə olmağı unutmayın.